Salam əziz dostlar, belə bir qəbul tipli sualın izahına baxaq. Sürət zaman qrafik şəklində kimi olan cisim 6 saniyə müddətində yola görə orta sürəti neçə metr bölü saniyə olmuşdur? Biz bildiyimiz kimi sürət zaman qrafikində qrafiklə zaman oxu arasındakı fiqurun sahəsi nə dedi qiyməti bizə verirdi gedilən yolu. Nəyə görə dedi qiymət? Çünki sahənin vahidi kvadrat metrdir, yolun vahidi isə metr. İndi biz cismin orta sürətinin düsturunu yazaq və orta bərabər idi L ümumi bölünsün T ümumi. Bərabərdir. Ümumi yol tapmaq üçün yəni hərəkətin birinci və ikinci hissəsində, yəni bu birinci hissə deyək, bu da ikinci hissə. Birinci və ikinci hissəsində cismin getdiyi yolu hesablayaq. Cismin getdiyi yolu hesablamaq üçün aydın məsələdir ki, bu fiqurların sahələrini bilmək lazımdır. İlk öncə bu fiqurun sahəsini tapaq. Bu fiqurun sahəsi bizə nəyə bərabər olacaq? Yəni, düzbucaqlı üçbucaq olduğundan katetlərin hasilinin yarısını. Yəni, 30 vur 2 bölü 2. 30 metr. Yəni, L ümumi bərabərdir L1 plus L2. O da bərabər 30 metr plus bu fiqurun sahəsi. L2-ni tapmaq istəyirəm. Onda bu fiqurun sahəsi də olacaq S2 bərabərdir. Trapez olduğundan trapeziyanın bir oturacağı 4-dür. Digər oturacağı 2-dir. Bura 4-dür. Və sahəsi, hündürlüyü də 30-dur. Trapeziyanın sahə düsturunu xatırlayaq. A plus B bölünsün 2 vurulsun H. O da eləyir. 4-ün üstünə 2. 6, 6'ın 2. 3, 3'ü de 30'a vuranda 90 metr. Yəni hərəkətin ikinci hissəsində 90 metr yol gedib. Şərti olaraq ikinci hissəyə ayırırıq. O da eləyir 120 metr. Aydın məsələdir ki, ümumi yol 120 metr oldu. Ümumi zamanda 6 saniyə. Onda orta sürət tapmaq üçün yolu zamana böləndə o da eləyəcək 20 metr böl saniyə. Cavab eləyir 20 metr böl saniyə. Yəni, variant olaraq da C variantı. Bu günlük bu qədər. Diqqətiniz üçün minnətdaram. Bu arada testlərin bu yaxınlarda 20 sınavdan ibarət bir PDF-imiz hazır olacaq. Yəni, qəbul testləri, ümumi sınaq, yəni düz xəttli bərabər sürətli hərəkətdən ta sonuncu bölməyə qədər. Yəni, fizikanın bütün bölmələrini əhatə edəcək 20 sınaq bu yaxınlarda hazır olacaq. Əldə etmək istəyənlər 051 631 75 98 nömrəsi ilə əlaqə saxlaya bilər. Diqqətiniz üçün minnətdaram.